Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yenə qızımın evinə qonaq getmişəm. Orada dolma hazırlayacağım, yarpaq dolması. Qəşəng həyətdən nanə dəririk, ondan yarpağı həyətdən, nanəni həyətdən. Yarpaqlar da qəşəng sapsarı, nazik yarpaqlardır. Hələ ki təzə yarpaqdan bişiririk. Qəşəng çəkilmiş ətə soğan vurulub, quyruq vurulub ətə, yumru düyü, duzun, istiotun, göyərtisi də hazırdır. İndi nanə ilə şüyüdü doğrayıb, çəkilmiş ətə vuracam qəşəng. Təzə nanə ilə, şüyüdlə çox dadlı olur dolma. Qızım mən üçün çay süzür, çay dəmləyib. Qəşəng doğranmış göyərtini, yumru düyünü əlavə eləyirəm hazır ətə. Qəşəng açıq havada həyətdə dolmanı bükürəm. Dolmaya yarpağa isti su əlavə eləyirəm. Yarpaq yəni biraz yumşasın. Yarpaq belə yumşalmasa elə ki, yəni hamı bilir bunu ki, belə bükmək olmaz. Dolmanı mən ailəvi hamımız dolmanı sevirik. Yay, qış, payız heç bir şey yoxdur. Yəni biz üçün dolmanı yeyən adamıq biz. Çox sevirik. Həmişə dolma hazırlayıram. Amma təzə yarpaqla başqa da təzə yarpaq qutarana qədər mən təzə yarpaqdan dolma bükürəm. Sonra qışa hazırladığımız qəşəng yarpaqları qışda işlədirik. Allah hamının ruzusunu bol eləsin. Qəşəng bütün qışa hazırladıqlarımızı can sağlığı ilə yeyək. Yarpaq qoyuruq, Allah ətin yetirsin hamıya. Hamının qazanı qaynasın. Hamının ruzusunu Allah yetirsin. Heç kəs Allah aclıqla, susuzluqla imtihana çəkməsin inşallah. Valla qazanı asırsan, yeməyi bişirirsən, evdə əhval-ruhiyyə yaxşı olur. Hamının kefi kök olur. Bu da mənim qızımın qəşəng toyuq cücəsidir həyətdə. Dolma hazır oldu. Üstünə kərə yağı da əlavə eləyirəm. Zeytun yağı da olar. Bir də qaynar su, biraz yarım stəkan qaynar su tökürəm. Bamxodda qoyuram qəşəng dolmanı bişməyə. Qəşəng həyəti qızım ağacları zadı qəşəng sərin suyla yudu. Sərin ləzzət verir adama. Həyətdə oturmaq, çay içmək, çörək yemək. Kimin ki biraz həyəti var. Yayda qəşəng oturur adam təmiz havada həyətdə. Hazır oldu yemək. Qəşəng qızımın çaldığı qatıqdır.